Salam hər kəsə. Bugün çox danışılan, amma deyərdim ki, çox vaxtda yanlış anlaşılan iki məsələyə baxırıq: alfa kişi və toksik kişi. Bəli, bu anlayışlar həqiqətən də çox qarışdırılır. Əlimizdə bəzi mənbələr var. Alfa və toksik kişi, qırmızı həb, Red Pill təhlili kimi yazılar. Bunlar həm Red Pill fəlsəfəsi, həm də necə deyim, elmi tərəfdən məsələyə baxır. Aynən. Məqsədimiz də yenə budur. Yəni bu ikisi arasındakı fərqlər nədir? İdeallar nə dərəcədə doğrudur? Bunu aydınlaşdıraq. Çalışaq. Ümid edirəm sizə də maraqlı olar. Bir də əgər bizi YouTube-da izləyirsinizsə, videonu bəyənməyi, paylaşmağı unutmayın. Bu bizə çox dəstək olur. Başlayaq onda. Red Pill dedikdə, qısaca, bu fəlsəfə özünü bir növ reallığa oyanış kimi təqdim edir. Oyanış. Bəli. Yəni, deyirlər ki, romantik illüziyaları kənara qoyaq, kişi-qadın münasibətlərinin əsl, belə deyək, bioloji, sosial-psixoloji həqiqətlərini anlayaq. Anladım. Özünü inkişaf etdirmək, dəyər yaratmaq kimi şeylər önəmlidir burada. Adı da məşhur Matriça filmindəki o həbs seçimindən gəlir. Amma zamanla bu fikir, xüsusən manosfer deyilən onlayn icmalarda çox fərqli bir istiqamət alıb. Bəzən açığı qadınlara qarşı negativ və ya kişi üstünlüyünü təbliğ edən bir şeyə çevrilib. Maraqlıdır bu təkamül və bildiyim qədər Red Pill kişiləri çox kəskin şəkildə bölür. Alfa, beta. Gəlin baxaq onların tərifinə görə alfa kimdir əslində? Red Pill-a görə alfa cəlbedici, güclü, seksual baxımdan uğurlu, lider kimi görünən biridir. Emosional olaraq da sanki çox stabildir. Stabil, yəni emosiyalarını çox göstərməyən. Bəli, elə bir obraz. Bir də çərçivəni qorumaq deyilən bir şey var, yəni münasibətdə öz qaydalarını, öz reallığını diktə edən tərəf olmaq. İddia budur ki, qadınlar alfaları qısa müddətli, belə deyək, əyləncə üçün istəyir. O məşhur alfa, fuchs, beta, bux məsələsi və güya bu statusu qazanmaq olar. Necə? Özgüvən, dominantlıq göstərmək, fiziki görünüş, hətta biraz aqressivlik, emosional məsafə saxlamaqla, belə şeylər. Çox konkret təriflərdir. Bəs toksik kişi, bu anlayış Red Pill-də necə yer alır? Yoxsa onlar bu termini başqa cür başa düşür? Bu maraqlı məqamdır. Toksiklik, yəni zəhərlilik dedikdə, ümumiyyətlə münasibətlərə zərər vuran davranışlar başa düşülür. Məsələn? Məsələn, manipulyasiya. Deyək ki, gaslighting, yəni qarşındakını öz ağlına şübhə etməyə məcbur etmək və ya səssiz müalicə, cəza kimi danışmamaq. Ağır şeylərdir. Bəli. Sonra haqsız yerə özünü haqlı görmək, yəni entitlement, emosional partlayışlar, qəzəb prizmaları, passiv-aqressivlik, həddindən artıq qısqanclıq, nəzarət. Bunlar hamısı toksik davranışlardır. Bəs Red Pill tərəfdarları? Mənbələr deyir ki, onlar çox vaxt toksik maskülinlik terminini ya ümumiyyətlə qəbul etmirlər, ya da mənasını o qədər genişləndirirlər ki, sanki bu kişilər belədir də kimi bir şey olur. Deməli, bir tərəfdə Red Pill-in alfa təsviri var, dominantlıq, çərçivə kontrolu. Digər tərəfdə isə elmi araşdırmalar dayanır. Elm nədir? Həqiqətən insanları partnyor seçimində nə cəlb edir? Bu alfa obrazı ilə üst-üstə düşürmü? Heç də düşmür. Əslində tam əksinə. Məsələn, sizin də qeyd etdiyiniz mənbələrdə Berkeley kimi universitetlərin araşdırmalarına istinad edilir. Bəli. Orada göstərilir ki, əsl cəlbedicilik aqressiv dominantlıqda deyil. İnsanlar, xüsusən qadınlar, qorxu yaradan dominant tiplərdənsə prestijli liderləri daha çox bəyənirlər. Prestijli lider. Yəni necə? Yəni bacarıqlı, bilikli, amma eyni zamanda empatik, başqaları ilə əməkdaşlıq edə bilən, hörmət qazanmış insanlar. Özgüvən vacibdir, amma təvazökarlıqla bir yerdə olanda daha cəzbedici olur. Bu Red Pill-in dediyindən çox fərqlidir. Tamamilə. Hətta bəzi tədqiqatlar göstərir ki, Red Pill ideyalarını mənimsəyən kişilərdə psixoloqların qaranlıq üçlük dediyi xüsusiyyətlər daha çox ola bilər. Yəni narsisizm, psixopatiya, makiavelizm, başqalarından öz mənfəəti üçün istifadə etməməkli. Vay! Və o manipulativ taktikalar, dread game, tərk edilmə qorxusu yaratmaq, gaslighting, bunlar sağlam münasibətə ziddir. Onların istinad etdiyi o təkamül psixologiyası, alfa-beta hiyerarxiyası arqumentləri də çox vaxt elmi kontekstdən çıxarılmış, təhrif edilmiş olur. Bu çox ciddi fərqdir. Prestijli liderliklə, qorxuya əsaslanan dominantlıq arasında həqiqətən böyük bir uçurum var.
Bəs bu Red Pill ideologiyasının real həyatda təsirləri necə olur? Münasibətlərə, insanların psixologiyasına necə təsir edir? Mənbələr nə deyir bu haqda? Mənbələrə əsasən təsirlər çox vaxt təəssüf ki, mənfidir. Bu düşüncə tərzini qəbul edənlər sağlam, uzun müddətli münasibətlər qurmaqda çətinlik çəkirlər. Hətta sosial təcridlə üzləşə bilirlər. Tərəfdaşları necə? Onların tərəfdaşları isə emosional manipulyasiya, bəzən zorakılıqla qarşılaşa bilər. Deyilir ki, insanlar çox vaxt keçmişdəki uğursuzluqlar, özgüvən problemləri üzündən bu yola girirlər. Sanki bir həll axtarırlar. Amma nəticə? Nəticə nə olur? Nəticədə bəzən qırılmış maskulinlik deyilən bir vəziyyət yaranır. Kişilər öz həqiqi hisslərindən uzaqlaşırlar, dərin bağlar qura bilmirlər. Bəzi hallarda isə bu, daha radikal qruplara doğru ilk addım olur. Belə başa düşdüm ki, Red Pill-in təklif etdiyi güc anlayışı ilə elmin və sağlam münasibətlərin əsaslandığı dəyərlər arasında əslində ciddi bir ziddiyyət var. Yekunlaşdırsaq, alfa və toksik arasındakı əsas fərqi necə ifadə edərdik? Ən qısa şəkildə. Ən qısa və konkret belə demək olar. Mənbələrə görə Red Pill-in təbliğ etdiyi o alfa obrazı çox zaman elmin toksik dediyi davranışlarla, manipulyasiya, həddən artıq kontrol, empatiya əskikliyi, aqressiya ya kəsişir, ya da elə üst-üstə düşür. Bəs əsl güc? Əsl güc, əsl cəzbedicilik və liderlik isə qorxu yaratmaqda yox, daxili dəyər hissində, özünə inamda, emosional yetkinlikdə, başqalarına empatiya və hörmətdədir. Yəni məhz o prestijli liderlik keyfiyyətlərində. Bugün alfa və toksik kişi anlayışlarını əlimizdəki mənbələr əsasında, belə deyək, təhlil etdik. Ümid edirik ki, bu söhbət sizə bu qarışıq mövzuda daha aydın bir təsəvvür yaratmağa kömək etdi. Bəli, və unutmayaq ki, həqiqi güc və hörmət qazanmağın yolu manipulyasiya və ya üstünlük nümayişi deyil. Əsas məsələ öz dəyərini bilmək və başqaları ilə sağlam, hörmətə əsaslanan əlaqələr qurmaqdır. Çox doğru. Bəs siz, əziz izləyicilər, bu müzakirədən sonra nə düşünürsünüz? Sizcə əsl güc və liderlik nə deməkdir? Və gündəlik həyatda bu sağlam keyfiyyətləri zərərli, toksik davranışlardan necə ayırmaq olar? Fikirləriniz bizim üçün həqiqətən çox maraqlıdır. Bəli, bölüşsəniz şad olarıq. YouTube-da şərhlərdə bizimlə bölüşün. Bizi izlədiyiniz üçün çox sağ olun. Videonu bəyənməyi və dostlarınızla paylaşmağı da unutmayın.